Python dilində yazılmış proqramın dəstəsini müəyyən edin. Baxaq, bizə bir sətir verilib, n sətri, daha sonra s verilib. S-in də qiyməti zaten s-dir. Bu formada qalır. Sonra deyir t bərabər 0, daha sonra da nə edir bizdə? Bir dövr prosesi başladır. Dövrdə deyir ki, n sətrində s-in sayını istəyir. S-in sayı 0-dan fərqlidirsə, dövr işlə düşür. 0-dan fərqlidirsə, dövr işə düşür. Ona mən gəlirəm buradan, baxaq. Bizə t var. S-in qiyməti zaten dəyişirmi? Dəyişir. S-in qiyməti də var. Gəlin baxaq artıq buradan. T başlanıcı 0-dır. S də bizdə sadəcə bir S simvoluna bərabərdir. Və dövr buradan başlayır. Deyir ki, n sətrində S-in sayı sadəcə bir dənə S simvolunun sayını istəyir bizdən. Var. Bir xeyla var. Və 0-dan fərqlidir də. Ona görə nə edirəm? Yəni saymağa da ehtiyac yoxdur. 0-dan fərqli olduğunu artıq anladım və dövrü işə saldım. S-i nə edir? S-i bərabər edir. S-in köhnə qiyməti, yəni ki S, üstə gəlsin S. Yəni ki 2 dənə S-ə bərabər olur. T-nin üzərinə 2 gəlir. Daha sonra nə edirəm? Növbəti addıma keçirəm. Növbəti addımda yenə baxıram. N-in daxilində 2 dənə yan-yana S simvolu varmı? Bəli var. Baxın, biri buradadır, 2. Sonra burada var 3, 4. Deyib ki, 3 dənənin özünü də bölürük də, ayrı-ayrı baxırıq hər birinə. Deməli var. Yəni 0-dan fərqlidir. Bu zaman nə edirəm? Yenə dövrü işə salıram. S-in yeni qiyməti belə olur. Köhnə S-in qiymətinin üzərinə, bir dənə S gəlirəm. Yəni ki, artıq 3 dənə S-im olmuş olur. 3 dənə S olur. Və T-nin üzərində də 2 gəlirəm. T-nin qiymətini 4-ə bərabər edirəm. Və növbəti gəlirəm. Yəni növbəti addımda yenə şərti yoxlayıram. Baxa görə burada bizdə 3 dənə S simvolu yan-yana varmı? Bəli, biri burada var. Bir də bu 4 dənənin içərisindən 2 dənə kombinasiya çıxartmaq olar. Yəni 2 dənə hal çıxartmaq olar. Yəni 0-dan fərqlidir də sayı. O görə yenə dövrə daxil oluram və S-in yeni qiymətini ona bərabər edirəm. Köhnə S-in qiyməti ilə üzərinə gəlirəm, S gəlirəm. Yəni ki, artıq S-in qiymətinə bərabər oldu. 4 dənə S-ə bərabər oldu. Sonra nə elədim? T-nin üzərinə 2 gəldim, oldu 6. Növbəti addıma gələk. Növbəti addımda biz bir daha şərti yoxlayırıq. Buna görə bizdə burada N-in içərisindən 4 dənə S varmı? Bəli, var. Bir dənə var. Ona görə nə edirəm? Yəni 0-dan fərqli olsun, yenə dövr işə salıram. S-in qiymətini bərabər edirəm. Köhnə S-in qiymətinin üzərinə bir dənə S gəlirəm. Artıq bizdə nə olur yeni S-in qiyməti? 5 dənə S olur. 5 dənə S. Və T-nin üzərinə 2 gəlir, olur 8. Yenə şərti yoxlayıram. Buna görə artıq bizdə N-in daxilində 5 dənə S simvolu yan-yana varmı? Arda-arda gəlirmi? Gəlmir. Deməli, onda şərtimiz də ödənmir. Çünki 0-a bərabər olur da 5 dənə S burada yoxdur. Ona görə şərt ödənmir. Dövr işə düşmür. Sadəcə printə gəlirik və T-ni çap edirik. T-nin də son qiyməti bizdə neçəyə bərabərdir? 8-ə bərabərdir. Deməli, cavabımız B variantıdır.